Biz telefonu indirik, səssiz rejimə qoyuruq. O otaq necədir? Çox səssizdir, sakitdir, 3 nəfər diqqətli səni dinləyir. Sən danışırsan, bir şeyə cavab verirsən. Düşün, həmin anda nə baş verir? Dıt, dıt, bu indi səssizdir sayılır. Xeyr, bu dıt, dıt eləyəndə səndə nə baş verir? Distraction. Və həmin anda əlini atırsan, belə edirsən, knopkasını basmağa çalışırsan və ya xanımsansa çantanı eşəlirsən, sumkanı çıxardıb verə və ya qətiyyən intervyuda telefon stolun üstündə olmasın, yığışdırmır telefon, ortalıqda olmasın telefon, tamam mı? O dı, beyin də buradan, sən istəsən, beyin səndən sual verir, kimi də o görəsən. Yəni, beyin soruşur, beyin səndən sana şuur altı soruşur ki, görəsən o zənginin kimdir, bunların hamısını inir, distraction. Telefonu nəyə qoyuruq? Bir dənə funksiya var telefonda, təmiz səssiz rejim. Tamam, telefonu təmiz səssiz rejimə qoyuruq. Ən güzel. Söndür geçsin. O 20 dəqiqə telefonsuz qala bilərsən. Tamam mı? Sonra ən vacib distractionlardan biri günlük digər planlar. Həmin gün sizə günlərdən intervyu günüdür dostlar. Həmin gün o günə agendanızda qətiyyən başqa bir plan qurmayın. Həmin gün sizin agendanızda yalnız bir dənə yazılmalı. Bugün job interview bitdi getdi. Niyə? Çünki bir görüşməyi düşünəndə, sən nə düşünsən, intervyuya girərəm, 1 saata çıxaram da, yəni, uzaqlaşıq 2 saata çıxaram və 1 saat, 2 saat sonraya da bu yoluna 2-3 saat sonraya bir görüş salırsan. Hə? Oradan da çıxıb filan kəsdən filan işi həll edərəm. Tamam? Bu intervyu çəkib 2 saat, 3 saat, gördün mənim кейsimdə səhər saat 9-da girmişdim, aşağı 11-ə çıxıb, düzdür? Belə momentdə nə olur? Belə momentdə tamam, sən heç dostlara da demirsən, yəni mən gələ bilirsən falan, amma beyin deyir. Beyin deyir ki, Mamed, çayxana, qəlyan, Mamed indi mənə gözləyir. Beyin başlayır bunu sənə sorğulamağa, düzdür? Lazımdır sənə? Yox. Ona görə də sizə tövsiyə o günü boş tutursunuz. Heç bir şey salmırsınız. İntervyuya gedərkən dostlar, qətiyyən özünüzlə kimisə aparırsınız. İntervyuya tək gedir. Tamam mı? Nə dost tanışla, nə valideynlə, nə də sevgili. Bilirəm, siz hələ 20'li yaşdasınız, sizdə hələ valideyn qayğısı var. Bəzən bəzilərinizdə o görmüşəm ki, ata deyir ki, oğul, mən səni aparıram intervyuda, düşünməyəm. Burada problem bir şey yox, ailə dəyər. Amma bir dənə mənzərəyə baxın. Bu HR bəlkə kofesini içəcək, gəlib pəncərədən, şöyle baxın, şirkətin həyətini. Və şirkətin həyətini gördüyü mənzərəni, sənsən, ata da belə tutub sənin qollarından, oğul, sənə güvənirəm, uğurlar. Oğuz elində 3 tonqal qalırsan, girirsən içəri, bizim nəslimizin üzrə ağ edirsən. Və bunu oradan kim görür? HR. O sənə bir şəxsiyyət kimi baxa biləcək mi? Böyük bir şəxsiyyət kimi? Yox yəni. Düzdür? Anan da orada salzat deyir, dəsmalzat, sutsat deyir. Belə şeylər. Valideyn desə belə ki. Və plus da ki, sizin gələcək, yaxın gələcəkdəki iş yoldaşınız kurilkadan orada sizə baxır. Sigaret çəkə-çəkə bu mənzərəyə baxırlar. Təsəvvür edirsən yəni. Ondan sonra sənin nə qədər lağa qoyacaqlar. Ona görə intervyuya valideynlə getmək. Plus da ki, intervyuya sevgili ilə də getmək. Xüsusilə xanımlar. Bilə, centilmenlə deyir ki, mən səni aparacam falan, gözləyirəm, düşərsə aşağı eləmir. Deyirsiniz ki, ey sevgili, bugün mənim üçün günlərdən intervyudur. Sən yoxsa yəni. Nəyə görə? Getmişsən, oturmuşsan intervyuda, yağış yağır. Beyin nə deyir? Yazıq, cincilim sol bir orada, gözləri yağışın altında, ca. Razıdır mı sən? Xeyr. Ona görə intervyuya tək gedir dostlar. Növbəti zəhmət olmasa? Ben sual verebilirim. Siz dediniz telefon metni sonsuz olması sorun olsun. O bizim fikrimizi yayınlamamak için yoksa karşı tarafı... Karşı tarafa da vermez. Telefon sonsuz olmak. Siz dostlarla oturursunuz ha. Siz elə biz ki, mən telefona baxmamaqla bu insana rəhmət edir. Mən telefonu qoymaqla belə qabağıma o insana rəhmətsiz deyil. Bu etik dəyərləri biz fikir vermiyoruz.